Artıq idman etmək üçün müxtəlif zallara, stadionlara getməyə ehtiyac yoxdur. Məhz məhəllələrdə yaradılan bu şərait və bu meydançalar gənclərin idmana olan marağını daha da artırır. Eyni zamanda bu meydançalar sayəsində gənclər boş vaxtlarını da məhz səmərəli şəkildə keçirirlər. Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, gənclərin fiziki və intellektual inkişafının dəstəklənməsi, eləcə də sakinlərin asudə vaxtının səmərəli təşkili üçün şərait yaratmaqdır. Bu cür idman infrastruktur layihələrinin Naxçıvanda icrası həm məhəllə infrastrukturu, şəhər infrastrukturuna müəyyən dərəcədə təsir göstərir. Eyni zamanda idmanın kütləviliyi baxımından əhəmiyyətlidir. Yaradılan meydançalarda sakinlər mini futbol, basketbol, stolüstü tenis və şahmatla məşğul ola, həmçinin quraşdırılan trenajör avadanlıqlarından istifadə edərək fiziki hazırlıqlarını artıra bilərlər. Gördüyünüz kimi uşaqlar böyük sevinclə gəlib burada idmanla məşğul olurlar. Bu həm uşaqlar üçün, həm də elə bu binalarda yaşayan ağsaqqallar üçün də böyük hədiyyədir. Ona görə ki, onlar işdən sonra gəlib burada dincəlirlər. Nəvələri, uşaqlar orada futbol oynayırlar. Bu uşaqlarımız üçün həm idmandır, həm sağlamlıqdır, həm də onların asudə vaxtlarının səmərəli keçməsi üçün çox böyük şərait yaradılır. Biz də bundan istifadə edirik. Asudə vaxtımızı səmərəli istifadə edirik. Bizə göstərilən diqqətə və qayğıya görə minnətdarlığımızı bildiririk. Mən evə gələrkən həmən dərslərimi oxuyub, eşiyə çıxıb burada futbol oynayıram. Orada arxada gördüyünüz kimi bizim idman növlərimiz var. Basketbol, şahmat. Biz hər növdən oynayırıq və bunun olması üçün çox sevinirik. Əvvəlcə burada bizim futbol üçün oynamaq üçün şəraitimiz yoxdur. İndi dövlətimiz mini futbol stadionları, müxtəlif futbol yerləri qurulub və biz də buradan istifadə edərək müxtəlif yarışlarda iştirak edirik. Şapuz komandasını təmsil edirik. Mən də bu komandanın üzvündən biriyəm. Biz dərslərimizi oxuduqdan sonra gəlib burada futbol oynayıb, həm də ki öyrənirik. Oradakı idman alətləri ilə, qurğuları ilə istifadə edirik və məşq edirik. Həsən Məmmədov, Namiq Abbasov, Əfqan Hüseynov, NTV Xəbər.